Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütün təmirə gətiriblər. Az qızır, tam qızmır, əli yandırmır, belə deyək. Problem var, indi ortanı nəticəni bir yerdə izləyək. Problem bu beyindədir, biz beyni termostata köçürüləcəyik. Demək, bu qaydada zaklevka vurduq. Termosatkaları kesirtdik, içisiyə silikon qoyduq, su keçməsin. Bu qaydada sıxdıq. 4 dənə dəmir, hamısı passız adı yoxdur, hamısı tərtəmiz. Əlavəni biz elədik, 3 idi, 4 elədik. Trubka kimi. Bu hissədəki dəmirlərin heç birində pas yoxdur. Tərtəmizdir. Biz buraya yağ əlavə eləyəcəyik. Əlavə elədik, buna vura da bilərik, vurmaya da bilərik. Massadır bu. Hissələri təmizlədik. Bu hissəni təmizlədik. Təmizlədik bunlardan. Hər bir şey bərpa elədik. Tam etibarlı, yəni izolyasiyası özü yerində. Ütünün bu hissəsində də filtr var. Bu da təmizlənir, yuyulur. Kanallarını təmizlədik. Yuduq. Üzərinə su əlavə elədik. Hər bir şeyi bağladıq. Üçün götürdü. Par verir. Termostat işləyir, söndü. Buna da su verir. Bu qədər. Çox sağ olun, izlədiyinizə görə.